أعوذ بالله وكفى والصلاة والسلام على عباده الذين اصطفى خصوصا على أفضلهم وخاتم النبيين محمد الأمين وعلى آله وصحبه أجمعين وبعد فنعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ونزلنا عليك الكتاب تبيانا لكل شيء وهدى ورحمة وبشرى للمسلمين صدق الله العلي العظيم. Değerli dostlar, değerli izleyiciler, bugünden itibaren yeni bir sessiya başlayırıq. Bu sessiya əsas mövzu etibarilə qlobalizasiya və dünyada gedən proseslərin mövcud şərait ki, hansı ki, bugün dünyanın ictimai, siyasi, finansal həyatında baş verir. Bu proseslərə biz Quran açısından, hədislər açısından, bu proseslərə biz haqq və həqiqət açısından yanaşmağa çalışacağıq. Çünki biz qəribə bir zamanda yaşayırıq. Qəribə bir dünyada yaşayırıq. Və qəribə hadisələrin şahidi oluruq. Qəribə dəyişikliklərin şahidi oluruq. Sanki bütün bir dünya yavaş-yavaş vahid bir mərkəzdən idarə edilən bir dövlətə çevrilir. Biz əvvəllər bir ölkədən başqa bir ölkəyə səyahət elədiyimiz zaman müxtəlif mədəniyyətlərin şahidi olurduq. Biz şərqin mədəniyyətinin, şərq ölkələrinin mədəniyyəti ilə tanış olurduq. Qərbə getdiyimiz zaman qərbdə müxtəlif ölkələrin müxtəlif adət-ənənələri ilə tanış olurduq. Müxtəlif millətlərlə biz interaktiv şəkildə qarşılıqlı təcrübə mübadiləsi aparırdıq. Mədəniyyətlərin qarşılıqlı mübadiləsi olurdu. Amma biz getdikcə bu mədəniyyətlərin ortadan qalxdığını görürük. Və dünya sanki monoton bir boz kütləyə çevrilir. Bugün diqqət eləsək görərik ki, Malayziyada yaşayan gəncin həyat tərzi ilə Almaniyada yaşayan gəncin həyat tərzi təxminən eyniləşir. Şərqlə qərbin arasında sanki insanlar vahid bir mədəniyyətə köklənirlər. Bütün insanlar, yəni kütlənin böyük bir əksəriyyəti sanki hamısı cins şalvar giyinir, tişört giyinir, hamısı eyni musiqiyə, roka qulaq asır məsələn. Hamısı McDonald's yeyir, kola içir. Hamısı bu qərbin getirdiyi kapitalizmin əsarəti altına düşməkdədir. Həftənin bütün günləri çox ciddi bir şəkildə çalışır. Həftə sonlarını gecə klublarında keçirməyə meyl göstərir. Ayın sonunda kreditlərini ödəmək haqqında fikirləşir. Və hamı sanki bir standart, monoton bir həyat tərzinə köklənir. Artıq müxtəlif ölkələrə getdiyimiz zaman fərqli həyat tərzi, fərqli mədəniyyətləri görmürük. Bütün dünya vahid bir dilə köklənməyə çalışır. Bütün dünya vahid bir maliyyə sisteminə köklənməyə çalışır. Bütün dünya vahid bir
mədəniyyətə köklənməyə çalışır. Və bütün bu gedən proseslərə qlobalizasiya adını verirlər. Bugündən etibarən başlayacağımız sessiyada qlobalizasiya deyilən məfhumun nə olduğunu, hardan qaynaqlandığını və bizim axtardığımız bu suallara, bu qəribə bir həyat tərzi, hansı ki bütün dünyanı bürüyür və bir monoton bir mədəniyyətin, hansı ki bir mədəni işğal dövrü yaşayır bütün dünya əhalisi və dünyada gedən maliyyə böhranı və bank sisteminin bu günləri bütün dünyanı böhran halına getirməsi və başda dolların istehsalçıları, mən niyə istehsal deyirəm? Çünki bu printerdən çıxmış yaşıl kağızların gerçək sahiblərinin, bankirlərin bütün dünya əhalisini hansı formada sömürdüyünün həm bunun siyasi baxımdan analizini, həm iqtisadi baxımdan analizini və sonda bunun Quran açısından analizini istəyərdim sizlərlə bölüşüm. Allahu Teala Quran-ı Kerimdə buyurur ki: "Və nəzzəlnə aleykel kitəbə" Biz bu kitabı indirdik ki, "Tibyanən li kulli şey" Hər bir şeyə izah olsun deyə. Yəni bu kitab ki əlimizdə var, bu kitabdan biz möhkəm yapışmalıyıq. Biz buna sımsıxı sarılmalıyıq. Biz bu kitaba sahib çıxmalıyıq. Və eyni zamanda bu kitab bizə izah eləməlidir. Bugünkü qlobal monetar sistemi. Bu kitab bizə izah eləməlidir. Bugünkü qlobal siyasi platformaları. Bu kitab bizə izah eləməlidir. Bugünkü qlobal sosioloji problemləri və bu problemlərdən çıxış yollarını. Ona görə də biz yuxarıda qeyd elədiyim məsələlərlə əlaqədar bu proseslərə müəyyən qədər izah verməyə çalışacağıq. Və eyni zamanda biz burada məsələlərin görünən tərəfini yox, görünməyən tərəfini analiz etməyə çalışacağıq. Əlbəttə bu mövzuda bir çox kitablar yazılıb, bu mövzuda bir çox araşdırmalar aparılıb, bu mövzularda müxtəlif qaynaqlar mövcuddur və biz bu müxtəlif qaynaqlardan əldə elədiyimiz məlumatlarla bugünkü dünyanın reallığını göstərməyə çalışacağıq. Və bu reallığın, bu qlobalizasiya adlanan bu reallığın bizim həyatımızda təşkil etdiyi dəyişiklikləri nəzərə alacağıq. Və eyni zamanda bununla paralel olaraq Allahın, Cənab-ı Haqqın bizə göndərdiyi, nazil etdiyi bu hikmətlə dolu kitabdan bugünkü günün, bugün gedən proseslərin izahı üçün Allahu Teala bizlərə bu proseslər mövzusunda hansı istiqamət verir və bugünkü gedən proseslərin izahı nədir və zahirən gördüyümüz hadisələrin batinində əslində hansı problemlər dayanır, onların üzərində çalışacağıq. Dünyanın qəribəliklərindən, yəni bugünkü həyatımızın qəribəliklərindən biri odur ki, uzun bir tarixə nəzər salsaq, bütün tarix boyu insanlıq qızıl və gümüşü pul olaraq, maliyyə olaraq istifadə edib. Əgər qızıl və gümüş bazarda məhdud sayda olduğu zaman
insanlar bunu müxtəlif mallarla əvəz edib. Məsələn, uzun müddətli qalan məhsullarla, məsələn, duz, məsələn, xurma qurusu, düyü, bu kimi məhsullarla alış-veriş edib. Və son bir neçə, yəni son 2 əsrdə biz şahidi oluruq nəyin? Ortaya kağız pulların çıxmasıyla, hansı ki printer kağızlarının çıxmasıyla artıq bu vəziyyət bir xeyli dəyişib. Bu vəziyyətin hansı istiqamətdə dəyişməsini, hardan qaynaqlanmasını, bunun tarixi səbəblərini biz gərək biz sizinlə bərabər buna müxtəlif aspektlərdən bunun izahını verəcəyik. Bu günləri dünyada gedən proseslər içərisində biz görürük ki, yüksək texnologiyalar sürətlə inkişaf edir. Bir çoxları buna inkişaf adlandırır. Amma bu məsələnin zahiri tərəfidir. O böyük korporasiyalar ki, hansı ki dünya ağalığına can atırlar, dünyanı bir dövlət kimi idarə etməyə çalışırlar. O korporasiyalar bu yüksək texnologiyalara, yəni elmi araşdırmalarına maliyyə vəsaiti ayırırlar və bu ayırdıqları istiqamət heç də insanlığa xidmət edən istiqamətlər deyil. Bu ayırdıqları research and development adlandırılan, yəni elmi araşdırılmalara adlanan ayrılan vəsaitlər, hansı ki yeni texnologiyaları inkişaf elətdirir müxtəlif laboratoriyalarda, bu total kontrola, total nəzarətə, hər bir insanın datasının toplanmağına və son olaraq da bu datanın müxtəlif məqsədlər üçün, xüsusilə nəzarət üçün istifadəsinə və eyni zamanda əldə olunan bu data biliklər monetar sistemlə, maliyyə sistemi ilə inteqrasiyası və bu da o deməkdir ki, sənin bütün həyatın, bütün maliyyə həyatın, bütün maraq dairən, fəaliyyətin hamısı bəlli bir qurumların nəzarətində olur və sonunda da sənin azadlığın çox məhdud bir çərçivəyə düşür. Və elə bir həbsxana gözümüzün qabağına gətirək ki, bu həbsxananın divarları yoxdur. Və növbəti illərdə, gələcək illərdə biz şahidi olacağıq ki, artıq cash adlanan, yəni ki, bu kağız pul özü də dövriyyədən çıxacaq və onun yerini elektron pul alacaq. Sənin toxuna bilmədiyin, sənin nəzarət edə bilmədiyin pul. Döşəyinin altına yığa bilmədiyin və hansısa bankın serverlərində rəqəmlər şəklində transaksiyaların qəbulu və məxarici formasında olan hesablar, bank hesabları. Və bu da eyni zamanda o deməkdir ki, gələcək maliyyən artıq sənin nəzarətində olmayacaq. Bu bir reallıqdır və dünya bu istiqamətə gedir. Bizim iqtisadi həyatımızda böyük dəyişikliklərin baş verməsi, eyni zamanda dünyanın qlobal siyasi həyatında gedən proseslər, bu proseslərə artıq biz daha dərindən, daha istiqamətli və ayrı-ayrılıqda biz bu məsələlərə baxacağıq və bu məsələlərin köklərini araşdıracağıq. Nədir bu qlobalizasiya? Kimlər tərəfindən icra olunur? Və bunlar kimdir? Hansı qurumlardır? Necə oldu ki, bu günləri bəşəriyyətin böyük bir əksəriyyəti kredit adlı borc bataqlığında,
Hətta dövlətlərin özləri belə dövlət kreditləri, dövlət borcu bataqlıqlarında faiz ödəyərək bu ağır bir bədəli ödəyə-ödəyə daha dərin bir bataqlığa düşməkdədirlər. Bu bankirlər hardan gəldi və bunların məqsədləri nədir? Bunlar hansı agendanı, hansı hədəfi əsas götürüb bu istiqamətə gedirlər? Qurani Kərimdə Allahu Teala zülmün ərşə çatdığı bir məqamda öz sevimli peyğəmbərini Nəbi Musa əleyhissalamı Bənu İsrail tayfasına göndərir və onların islahı üçün, onların xilası üçün, onların azadlığı üçün Musa əleyhissalam tövhid dini olan tək Allahlılıq dinini Bənu İsrail tayfası arasında yayır və Bənu İsraili Misir torpaqlarından çıxarır. Əlbəttə, bu uzun bir proses olur və bu prosesin gedişatını Qurani Kərimdə müxtəlif surələrdə, müxtəlif aspektlərdən bizə izah eləyir. Lakin dənizin kənarına gəlib çatdıqları zaman o məşhur bir hadisə, yəni dənizin ayrılması və Bənu İsrail qövmünün sahili səlamətə çıxması və Fironun, onu təqib eləyən Fironun gəlib dənizin ortasında artıq dənizin qapadılması ilə boğulması hadisəsi. Orada Allahu Teala buyurur ki, Ba'de auzu billahi mineşşeytanirracim. El-yevme nuneccike bi bedenike. Bugün sənin bədənini qoruyub saxladıq. Necə qoruyub saxladıq? Litekune limen xalfeke aye. Litekune olsun limen o kəslərə ki xalfeke sənin xələflərin olacaq. Yəni litekune limen xalfeke nə? Ayə. Yəni ki, işarə olsun. Sənin xələflərin üçün bir işarə olsun. Yəni gələcəkdə sənin yolunu gedən, dünya ağalığına can atanlar üçün bir işarə olsun, bir ibrət olsun. Və məlum məsələdir ki, dənizin altında təxminən 3000 ilə yaxın bir bədənin qorunub saxlanması nə üçün idi? Əlbəttə ki, bir zaman bunun ortaya çıxarılması üçün. Və ortaya çıxdığı zaman bu bir işarə olacaqdı. Kimlərə? Dünya ağalığına can atan qüvvələrə, dünya ağalığına can atan qurumlara, dünya ağalığına can atan düşüncə sahiblərinə, əməl sahiblərinə. Və nə vaxt bu dənizin altından deməli ki, çıxarılır? 1898-ci ildə. 1898-ci ildə Fironun cəsədi üzə çıxarılır. Həmən ildə də Dünya Zionist Təşkilatının ilk konfransı keçirilir. Səhv etmirəmsə Viyanada. Və bu konfransda Zionizm fikir atası olan Theodor Herzl, hansı ki bu Zionizmin fikir atası idi, ideologu idi. Orada Bənu İsrailin müqəddəs torpaqlara qayıdışının labüd olmasını izah eləyir. Düşünün,
Həmən dövrdə Qüds şəhəri Osmanlı İmperiyasının, Osmanlı dövlətinin nəzarəti altında idi. Və Teodor Herzl üstündən bir neçə il sonra, yəni ki, bu ilk Zionist Konqresinin təsisindən və orada ilk dəfə 6 guşəli ulduz, ağ parçanın üzərində mavi rəngdə 6 guşəli ulduz, Davud ulduzu deyirlər buna və 2 mavi rəngdə olan xəttin ortasında çəkilir və bunun simvolik mənası da Nildən Firat çayına qədər olan ərazilərin, deməli ki, Böyük İsrail dövləti deməli agendası mənasında bu təsis olunur. Yəni, ilk dəfə o bu bayrağı Dünya Zionist forumunda onlar təsdiqləyirlər və beləliklə də üstündən bir neçə il sonra həmən Teodor Herzl 2-ci Əbdülhəmidin yanına gəlir. Pul gücünə, deməli ki, Osmanlı dövlətinin o vaxtki borclarının qaytarılması müqabilində istəyir bu torpaqları satın alsın. Əlbəttə həmən vaxt 2-ci Əbdülhəmid ona rədd cavabı verir və bunun ardından 1-ci və 2-ci Dünya Savaşları baş verir və 2-ci Dünya Savaşının sonuncu olaraq Birləşmiş Millətlər Təşkilatı BMT təsis olunur və BMT təsis olunduqdan sonra orada 5 daimi üzv seçilir. 2-ci Dünya Müharibəsi qalibləri, onlardan biri Sovet İttifaqı, Çin, deməli, sosialist dünyasını təmsil edir. Yerdə qalan 3 dövlət, Amerika Birləşmiş Ştatları, İngiltərə və Fransa isə, deməli ki, kapitalist dünyasını təmsil edərək bu 5 dövlət bütün dünya hökumətini BMT qurumu adı altında bütün dünyanı birləşdirir. BMT-nin nizamnaməsini təsis edirlər və bütün dünya artıq bu 5 dövlətin, deməli ki, 5 daimi üzv BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün demək olar ki, diktəsi altında birləşir. Və bu birləşim BMT-nin Fələstin torpaqlarında Yəhudi qaçqınlarını ilk olaraq ora köçürülməsini və orada İsrail dövlətinin qurulmasını və günün bugünkü günündə həmən bu biz prosesi izləyirik və İsrail dövlətinin orada həmən Fələstin torpaqlarında təsis olunmasını, deməli ki, bütün dünya, yəni BMT qurumu viza verir. Suretul Enbiya, Enbiya suresində buyurur ki, وحرام بعد أعوذ بالله من الشيطان الرجيم وحرام على قرية أهلكناها أنهم لا يرجعون. Həlak elədiyimiz qəriyyələr, yəni qəsəbələr, şəhərlər, oranın əhalisi oraya heç vaxt qayıtmayacaqlar. Növbəti ayədə amma deyir ki, hətta, yəni qayıtmayacaqlar, bağlanır o birisi ayəyə, hətta ta o vaxta qədər qayıtmayacaq ki ora. İzə futihət yəcuc və məcuc min kulli hədəbin yensilun.
Ta o vaxta qədər qayıda bilməyəcək ki ora. Ta ki Yəcuc və Məcuc adlı bu iki tayfa bütün hədəbləri, hündürlükləri ələ keçirənə qədər. Hətta izə futihət Yəcuc və Məcuc min kulli hədəbin yənsilun. Və bütün hündürlüklərdən onlar nəsillənəcəklər, artacaqlar, arta bir sel kimi artaraq gələcəklər. Allahu Teala Quranda Yəcuc və Məcuc haqqında danışır. Kimdir bu Yəcuc və Məcuc? Biz Yəcuc və Məcuc termininə Quranda iki yerdə. Birincisi Kəhv surəsində rast gəlirik. İkincisi də Əl-Ənbiya surəsində. Kəhv surəsində əgər Kəhv surəsini oxumusunuzsa çox tövsiyə edirəm. Əgər siz bütün həyatınızı Kəhv surəsini araşdırmağa xərcləməli olsanız belə eləyin bunu. Çünki Kəhv surəsi özü axır zamanda ayaqda qala bilmək üçün bizə istiqamət verən surələrdən biridir. Kəhv surəsində Zülqarneyn əleyhissalamdan danışır Allah-u Teala. Yəni Allahın elm verdiyi, Allahın hikmət verdiyi seçilmiş qullarından olan Zülqarneyn əleyhissalam dünyanın müxtəlif yerlərinə səyahət eləyir və eyni zamanda o bir güc sahibidir. Allah Teala onu güc sahibi eləyib və eyni zamanda Allah Teala ona elm verib. Və o gəlib bir məntəqəyə çatır. Hansı ki, o məntəqədə anlaşılan bir dildə danışmırlar. Və o məntəqədən bir nəfər çıxıb şikayətini Zülqarneyn əleyhissalama bildirir. Deyir, İnnə Yəcucə və Məcuc mufsidunə fil arz. Həqiqətən də Yəcuc və Məcuc fəsad törədir yer üzündə. Fikir verin. Yəcuc və Məcuc fəsad törədən bir qövm kimi həmən adam onu xarakterizə edir. Və Zülqarneyn əleyhissalam əvəzində neynir? Bu qövm Zülqarneyn əleyhissalama müəyyən bir məbləğ qarşısında ondan sığınacaq istəyir. Və Zülqarneyn əleyhissalam deyir ki, Rəbbimin mənə əta etdiyi daha xeyirlidir sizin verdiyiniz malın qarşılığındansa. O zaman mən sizə kömək eləyirəm hansı formada? Bir şərtlə ki, siz burada deməli ki, hərəkətçil bir qüvvə olaraq mənə kömək eləyəcəksiniz. Və onlardan xahiş edir ki, deməli ki, dəmir blokları gətirin. Dəmir blokları gətirin və dəmir bloklarla iki beynə sədəfəyn deyir. İki dağ silsiləsinin arasında beynə sədəfəyn. Orada bir sədd tikir. Və səddin üstünə də əridilmiş mis tökür. Deməli, dəmiri. Orada hətta dəmiri üfürülmə yolu ilə dəmirin əridilməsi, misin əridilib o dəmirin üzərinə tökülməsi bir texnologiya olaraqdan, dövrün gelişmiş bir texnologiyası olaraqdan Zülqarneyn əleyhissalam bu texnologiyaya sahib idi. Allahın verdiyi elm sayəsində və o beynə sədəfəyni, yəni ki, iki dağ silsiləsinin arasını dəmir və üzərinə mis tökülməklə bloklayır. Yəni, onları o Yəcuc və Məcucu məhv eləmir, öldürmür. Niyə? Çünki bir zaman gələcək və o Allah-u Teala deyir ki, o sədd deməli ki, dəkkə
uçulacaq. İndi baxın, Kəhf surəsində biz nəyin şahidi oluruq? Biz onun şahidi oluruq ki, Zülqərneyn əleyhissalam Yəcuc və Məcuc adında tayfanı neynədi? Blokladı. Gəlirik, çıxırıq. Əl-Ənbiya surəsində artıq Yəcuc və Məcucun bütün təpələrdən, bütün hündürlüklərdən axışıb bütün dünyanı fəth elədiyini görürük. Min kulli hədəbin. Min kulli hədəbin. Bütün hündürlüklərdən dünyanı fəth eləyirlər. Bir çox adamlar, hansı ki deyirlər ki, bu belə bir sədd var, yəni ayənin zahiri mənasına görə düşünən insanlar ki var, ayənin zahiri mənasını əsas götürərək deyirlər ki, bu sədd yıxıldığı zaman o səddin arxasında milyonlarla, bəlkə də milyardlarla insan, deməli ki, bu Yəcuc, Məcuc tayfası, hansı ki Bənu Adəmdir. Çünki Allahu Teala cinləri yaradıb, mələkləri yaradıb, bir də ins tayfasını bizə məlum olan və bu Yəcuc və Məcuc mələk deyil, fəsad törədir, çünki cinlərdən də deyil. Bunlar Bənu Adəm tayfası, çünki biz hədisdə görürük ki, Allahu Teala Adəm əleyhissalama əmr eləyir, ayır öz qövmünü cənnət və cəhənnəm olaraqdan və onların deməli ki 1000 nəfərdən 999-u ayrılır və Allah Rəsulu buyurur ki, bunlar Yəcuc və Məcuc. Yəni Yəcuc və Məcucun özəlliyi nə idi? Onların fəsad törətməsi, korrupsiya törətməsi, Allahu Teala'nın qoyduğu nizamı pozması, israfçı olmağı. Məsələn, biz hədislərdən oxuyuruq ki, onlar gəldiyi zaman gölləri içib qutaracaqlar. Növbəti nəsillər gəldiyi zaman deyəcəklər, burada göl var idi. Artıq göl yoxdur. Yəni, o istifadə edib qutarırlar. Bir dəfə baseyni baş vurmaq üçün 70 tonluq baseyni su ilə doldurub sonra boşaldan israfçı insanlar var. Bir dəfə çimmək üçün 2 tonluq jaccuzini dolduran insanlar var. Yəni, aşırı dərəcədə israf eləyən qövmdən gedir söhbət. Aşırı dərəcədə fəsad törədən, Allahın qoyduğu o nizamı pozan, ekologiyanı çirkləndirən, Allahın qoyduğu o nizam tərəzisi ki var, öz fəaliyyəti ilə, öz nəfsi istəkləri ilə, öz vəhşiliyi ilə bu ekoloji problemləri yaradan, bütün bu fəsadlara, təbii sərvətləri ələ keçirtmək üçün hər yerdə müharibələr eləyən, çaxnaşmalar salan, etnik müharibələr törədən, böyük müharibələr törədən, fəsad ideologiyasını bütün dünyaya ixrac eləyən bir qövmdən gedir söhbət. Və biz görürük ki, onlar xaric olduqları, xuruc olduğu zaman Yəcuc və Məcuc min kulli hədəbin yənsilun. İndi söhbətimin əvvəlində mən qeyd elədim ki, 2-ci Dünya müharibəsindən sonra BMT adlı bir qurum yarandı. Və bu qurumda 5 daimi üzvdən danışdıq. Hansı ki, bunlardan ikisi sosialist dünyasını, yəni ikisi kommunist ideologiyalı, digər üçü isə deməli ki, kapitalist dünyasını təmsil edir. Və günün bu gününə qədər də Rusiya, Sovet İttifaqı dağıldı, Rusiya, yəni daha çox liberal iqtisadiyyat və ya totalitar iqtisadiyyat yönünü tutub, mövzu bu deyil. Yenə də biz dünyanın, yəni ki, kommunist və kapitalist iki düşüncə tərzinin biri Çinin təmsilində olmağına, Çin misalı, o birisi Amerika, yəni Qərb Avropa olmaqla dünyanın belə bir plural ideoloji deməli ki, dominasiyasının şahidi oluruq. Yəni, dünya əhalisi ikili, yəni həm kapitalist, həm sosialist olmaqla iki yerə bölünüb.
ideoloji olaraq da. Və bu hər ikisi fəsad olaraqdan bu günləri biz baxırıq, görürük ki, həm consumer economy, bu israfçı iqtisadiyyat, hər şeyi alan, olmayan pulu xərcləyən, kredit adı altında bu sələmçilik üçün zəmin yaradan insanlar və toplum yetişdirməklə məşğuldular və yənsilun, nəsil verirlər, artırlar. Mən bunları cheeseburger generation adlandırıram. İsrafçı, təfəkkürlü, eş-işrətə meyilli təfəkkürlü, bütün günü gecə klublarını orada vaxt keçirmə həvəsində, musiqi, eş-işrət, klipləri dinləyən, müxtəlif tipli azart oyunlarına tabi tutulan və tamamilə qəlb gözündən məhrum olmuş, bütün mənəvi dəyərləri ayaq altına alan nəsillərin artması və çoxalması. Və bunlar hardan gəlir? Min kulli hədəb, bütün hündürlüklərdən. Hündürlük sözünün mənası nədir əslində? Hündürlük sözünün mənası, məsələn, məsciddə minbər hansı rolunu oynayır? Ora çıxıb, oradan sözü çatdırmaq rolunu, düzdür. Və hündürlüklər, genə də deyirəm, söhbət dağların başında, təpələrin başından getmir. Burada söhbət gedir broadcastinglə. Yəni, ideologiyasını, sözünü ətrafa yayma gücündən gedir. Bu ideologiyanı yaydığın zaman artıq nə olur? Nəsil yetişir. Yəni, silun kəlməsi. Ona görə deyir, və hum hətta izə futihət Yəcuc və Məcuc, fəth eləyəcəklər Yəcuc və Məcuc ta vaxt ki, və hum min kulli hədəbin, bütün hədəblərdən, bütün hündürlüklərdən yənsilun, nəsillənəcəklər, artacaqlar. Bu nədir? Bu kütləvi informasiya vasitələridir. Və bu israfçı fəsad ideologiyasının, consumer marketin bütün dünya əhalisinə ideoloji olaraq təbliğatından gedir söhbət. Və 2-ci Dünya müharibəsindən sonra siz fikir versəz, simsiz rabitə sistemləri ilə, radio, onun ardıcı sonra televiziya gəldi. Televiziyanın ardıcı artıq mobil cihazlar, internet, mobil kommunikasiya, bütün bunlar hamısı yəni simsiz rabitə ilə bütün dünya əhalisinə təbliğ olunmağa başladı. Və o hədəblər ki, izə futihət, fəth elədilər, yəni ki, medianı əllərində saxladılar, o fəsad təpələrini əllərində saxladılar, o təpələrdən insanların beyinlərini yumağa başladılar və medianın kontrol edən kimlərdir, onların məqsədləri nədir və bu Yəcuc və Məcuc israfçı bir yənsilun, nəsillənmiş, artmış bir əhali kütləsi və ya söhbətimin əvvəlində qeyd etdiyim kimi boz kütlə, hansı ki monoton həyat tərzinə köklənib, israfçı həyat tərzinə köklənib, bu kütlənin yer üzündə təşəkkül tapması və bu kütləni idarə edənlər, hansı ki bu hədəblərdən, bu hündürlüklərdən, o medialardan idarə edənlər, onlar hansı agendanı güdürlər? Onların son məqsədləri nədir və bunlar kimlərdirlər? Bu mövzuda inşallah növbəti söhbətlərimizə davam edəcəyik. Mövzu çox genişdir və biz çalışacağıq bu mövzunu əhatə eləyək. Və Yəcuc və Məcuc mövzusunda, yəni ki bu nəsillənən deməli ki cəmaat, bir kimlərsə bu mövzuda yazılıbdır, müəyyən təfsirlər yazılıbdır, müəyyən kitablar yazılıb bu mövzuda, zaman-zaman fikir yürüdənlər var bu mövzuda. Amma bu ayələrin zahiri mənasına baxaraq bunu görməyə çalışanlar
ki hesab eləyirlər ki, bir sədd var. Yəcuc və Məcuc o səddin arxasında, yəni milyardlarla insan. Bunlar nə yeyirlər, nə içirlər. Bugün Google Earth deyilən bir proqram var. Açın, mənə göstərin. Bugünləri bütün dünyanın hər bir kvadrat metrinin peklərlə şəkli çəkilir. Hardadır o insanlar? Milyardlarla insan səddin arxasında oturub gözləyir ki, sədd uçulanda bütün dünyanı tutsunlar. Onların elə bir texnologiyalar da olmalıdır ki, bütün dünyanın ordularına qalib gəlsinlər. Bu kəlmələr literal olaraq, yox, təşbih olaraqdan, yəni günün bugünkü reallıqlarını nəzərə alaraq ələ almaq lazımdır. Niyə görə? Çünki burada bir qövmün bir bölgədən çıxarılmasından gedir söhbət. Və onlar ora heç vaxt qayıtmayacaqlar. Ta o vaxta qədər ki, Yəcuc və Məcuc, yəni yeni dünya düzəni, 2-ci Dünya müharibəsindən sonra, hansı ki yeni dünya düzəni təsis olundu, BMT, onun Təhlükəsizlik Şurası, onlardan sonra onlar ora qayıda bilərlər. Ona görə və hum la yerciun, onlar ora qayıda bilməyəcəklər. Heç vaxt. Amma növbəti ayədə nə deyir? Hətta ta o vaxta qədər ki, İzə futihət Yəcuc və Məcuc min kulli hədəbin yensilun. Yəcuc və Məcuc bütün dünyanı ələ keçirdikdən sonra, siyasi platformasını ələ keçirdikdən, politiki ələ keçirdikdən sonra nə olacaq? Ora deməli ki, həmən qövm qayıda biləcək. Və biz bunu bu günləri İsrailin, yəni BMT təsis olunandan sonra, artıq o güc onların əlində olandan sonra iki dənə qövm, həm iki ideoloji mərkəzin bütün dünyanı ələ keçirməsindən sonra sosialist və kapitalist olaraq biz görürük ki, onlar icazə verdilər Bənu İsrailin ora qayıtmağına və orada dövlət qurmağına və oranı özlərinki elan eləməklərinə. Məsələ də budur. Və ona görə biz bu Quran açısından bu günləri dünyanın siyasi platformasına nəzər saldığımız zaman, dünyanın iqtisadi platformasına nəzər saldığımız zaman Yəcuc və Məcuc bu israfçı deməli boz kütlənin yetişdirilməsi, nəsilləndirilməsi və bunu məqsədli şəkildə eləyənlər kimlərdir? Və onlar hansı məqsədi güdürlər? Dünya ağalığına can atmaq məqsədi, dünyanı bir dənə millətə çevirmək agendasını güdürlər. Hansı dünya bir dənə millətdən ibarət olsun. Dünya bir dənə xalqdan ibarət olsun ki, idarə etmək asan olsun. Dünya bir dənə təfəkkür tərzi yaşayan, başı boş, boz kütlədən ibarət olsun. Düşünməyən kütlədən ibarət olsun. Halbuki Allahu Teala, Cenab-ı Hak öz kitabında bizə nə deyir? Bizi təfəkkürə dəvət edir. Və nəzəlnə aleykel kitabə, biz bu kitabı endirdik kimə? Liqavmi yetefekkerun. Təfəkkür edən qövmə biz göndərdik bu kitabı. Bu günləri biz nəyin şahidi oluruq? Bu günləri biz insanların təfəkkürdən məhrum olmalarının şahidi oluruq. İnsanların hər şeyə zahirən qiymət verməklərindən, televiziyalarda baxdığı xəbərlərlə, aldığı informasiyanı o şəkildə üst-üstə tutaraq zahirən ona nə göstərilirsə, o hədəblərdən, o medialardan nə formada təbliğat aparılırsa, insanların mindseti, beyni o formada formalaşır və sonunda da nə baş verir? Sonunda da təfəkkürdən məhrum bir qövm yaranmağa başlayır. Və eyni qövm o birisi məmləkətdə də, dünyanın şərqində də, qərbində də, cənubunda da, şimalında da ortaya çıxmağa başlayır. Və bunlar hamısı eyni təfəkkürə kökləndiyinə görə, yəni təfəkkürsüz bir boz kütləyə çevrildiyinə görə ancaq media, eş-işrət, yaşamaq və bunların hamısının qlobal bir dini olması agendası ortaya qoyulur bu həmən o dünyanı idarə etmək istəyən güclər tərəfindən. Və bu din də nə dindir?
Bu günlər Azərbaycanda da bu geniş yayılıb, deizm. Mən deyir Allaha inanıram. Yəni mən bir yaradıcıya inanıram, amma mən dinləri qəbul etmirəm. Eyni sözü dünyanın müxtəlif ölkələrindəki toplumlarda deməyə başlayır. Və sanki vahid bir din ortaya çıxarılır kimlərsə tərəfindən. Hə, deyir, biz Tanrının evladlarıyıq filan beşməkən. Biz dinləri qəbul etmirik. Biz yalnız bir yaradanı qəbul edirik. Hə, bizi yaradıb. Sual verirsən ki, bəs səni yaradıb. Heç bir məsuliyyət hiss eləmirsən çiyinlərində. Niyə yaradıb səni? Səni yaradıb da səni hansı vəzifə ilə vəzifələndirib? Nədir sənin həyatdakı hədəflərin? Yaradaraq səndən nə tələb edir? Heç araşdırmısan mı bunu? Sən hardaydın? Bu dünyada nə işin var? Hansı vəzifələri icra edirsən? Və buradakı missiyan bitəndən sonra hara gedəcəksən? Bütün bunların hamısını təfəkkür eləmək lazım olduğu halda təfəkkür etməyən, yəni bütün məsuliyyəti öz çiynindən atan və eyni bir dinə köklənən. İndi görürsünüz, dünya iqtisadiyyatı, dünya ekonomisi bir dənə iqtisadiyyata, vahid bir iqtisadiyyata köklənməyə doğru gedir. Bir dənə qlobal currency, pul vahidi bütün dünyada keçərli olmağa başlayır. İndi bu pul hansı formalara keçir? Biz onu irəlidəki söhbətlərimizdə əhatə etməyə çalışacağıq. Və bütün dünya eyni zamanda vahid bir mədəniyyətə köklənir. Vahid həyat tərzinə köklənir. Və sanki bütün dünya bir dənə dövlətə çevrilir. Və bu dövləti də bir dənə yerdən idarə olunması hədəf götürülüb. Və bu bugünkü, yəni dünyanın durumu, hansı ki biz buna ayələrin işığında biz baxdığımız zaman artıq pərdələr qalxmağa başlayır və biz həmən bu qlobalizasiya səhnəsinin arxasını görməyə başlayırıq. Yenə də doğru bir təfəkkürün nəticəsi olaraqdan buna, yəni Allah Taala'nın bizə əmanət etdiyi bu kitaba sahib çıxaraq, bu kitabı oradakı mənaları araşdıraraq, düzgün şəkildə araşdıraraq bu yola çıxıb bugünkü gedən dünyadakı qlobal siyasi, iqtisadi, sosial yönümlü, monetar yönümlü bütün prosesləri izləyib və son nəticə olaraq bunun nə olduğunu anlamaq, başa düşmək və bu fəsadlardan qorunmaq üçün hansı yollar var, onları biz araşdıracağıq. Əgər sən bugünkü dövrü anlamırsansa, bugünkü dövrü başa düşmürsənsə, bugün nə baş verdiyini, işin həqiqətini bilmirsənsə, yalnız sənə göstərilənə inanırsansa, o zaman yəni səndən biləsən ki, həqiqəti gizlədirlər. Kim gizlədir, niyə gizlədir? Bugünkü videonun davamı olaraq həftəlik bizim videolarımız olacaq. Onun üçün növbəti görüşlərdə bu mövzuda biz söhbətimizi davam etdirəcəyik. Çox sağ olun. Allah'a emanet olun. Rabbena teqabbel minna inneke entel alimul hakim ve tub aleyna ya Mevlana inneke entet tevvabur rahim bi rahmetike ya erhamer rahimin.